İmam Sədad əleyhissalam buyurur ki, İnni ləuhibbu ən ədavə mə'aləl əməl və inqallə. İmam Sədad ağa buyurur ki, mən sevirəm ki, hər hansı bir işi, bir ibadəti azda olsa, lakin davamlı şəkildə yerinə yetirim. Yəni, elə olmasın ki, özümü ibadətlərlə o qədər yükləyəm, sonra hamısını tərk edəyəm. Sərdə Şirazi eşitmişsiniz də, Sərdə Şirazi bir şair olub, özünün Gülüstan əsərində gözəl bir ibarəti var. Buyurur ki, at cəld qaçar, amma yorular. Dəvə isə yavaş-yavaş yolu yeriyər, amma gecə-gündüz yoluna davam edir, yorulmaz. İnsanın əməlləri də, əzizlərim, belədir. Az, lakin davamlı iş, çox və ağır, davamlı olmayan işdən daha faydalıdır. İbadətlər də belədir. Yəni, bir insan özü üçün elə ibadət proqramı qurar ki, özünü o qədər yükləyər ki, bir neçə gün sonra ibadətləri tərk eləyər. Məsələn, təsəvvür edin, bəzən güclü yağış yağır. Yağış yağanda səs-küylə yağar. Hər şeyi alt-üst eləyər, düz deyil, selə səbəb olar. Hər şeyə zərər yetirir. Əgər birdən o yağış damcı-damcı yağar, yavaş-yavaş yağmağa davam edərsə, torpaqlar doyar, hava təmizlənər, təbiətdə canlanardır və bir şey də zərər yetirilməz. Bəzən görürsən, insanlar bir neçə gün özü üçün elə bir ibadət proqramı qurur. Məsələn, hər gün dua oxumaq, nafilə namazı qılmaq, məsələn, digər zikirlər özü üçün proqram qurur. İşi ağır olduğu üçün, zərfiyyətinə yükləndiyi üçün görürsən, insan bir müddət sonra hamısını tərk edir. Amma təsəvvürün, bəzən görürsən, bəzən insan gündə məsələn 50 səhifə yoxdur, indikən Quran oxuma bacarırsa kimsə, 50 səhifə yox, gündə bir səhifə Quran oxuyur. Məsələn, qəza namazları gündə 20 günün yox, çünki 20 gün qoysa, qəza namazı vaxt qılmalı, görürsən, tərk edəcək. Ağır gəlir axı. Amma birdən indi o gündə 50 səhifə yox, bir səhifə Quran oxuyar. Əgər məsələn gündə 50 günün qəza namazın yox, məsələn hər gün 2 günün qəza namazını qılarsan, bərəkətli olar. Düz deyil. Yəni insan gərək ibadət proqramında öz zərfiyyətinə uyğun qursun. Əli əleyhissalam Kumeyl duasında buyurur ki, Əd-dəvamə fil-ittisal bi xidməti ya Rabbəl aləmin. Sənin xidmətində olmağa mənə davamlılıq və ardıcıllıq nəsib elə. Yəni nə? Əleyhissalam demək istəyir ki, yəni Allah mənə tövfiq ver ki, mən bir ibadəti, hər hansı bir xeyir işi az yerinə yetirim, amma davamlı şəkildə olsun.